Fermi paradoksu, kainatdakı qorxulu səssizlik. Kainatın yaşını və böyüklüyünü nəzərə alarsak, bizdən milyonlarla il öndə olan sivilizasiyalar olmalı idi. Bəs onlar hardadır? Bəlkə də kainatda cəmiyyətləri udan böyük süzgəclər mövcuddur. Kainatda hər bir sivilizasiya müəyyən bir inkişaf mərhələsinə çatdıqdan sonra özünü məhv edir. Bəlkə də biz o süzgəcə yaxınlaşırıq. Ya da ən qorxulusu, bəlkə də biz kainatda oyanan ilk şuurlu varlıqlarıq. Boş bir evdə tək qalan bir uşaq kimi qaranlıqda səslər eşidirik və kiminsə cavabını tapmadığımız suallarımıza cavab verməsini gözləyirik. Amma bəlkə də o boşluqdan gələn səs sadəcə öz əks sədamızdır. Tək olmaq mı daha qorxulu, yoxsa qaranlıqda gizlənən və hələ bizimlə danışmaq istəməyən birilərinin olması? Həqiqət isə suallarımıza yalnız özümüzün cavab tapa biləcəyimizdir. Səbirli olsanız zaman bütün suallarınıza mənəvi böyüdüyünüz zaman cavab verəcəkdir.